Hər bir halda Abu Zar cənnət əhlidir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisi var. Abu Zar üçün cənnət darıxır. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisi var. Adam var ki, evdə onu görmək istəyir, evdə darıxmırlar onun üçün. Abu Zar radiyallahu anh, cənnət darıxır onun üçün. Deyirlər, ey Abu Zar, bu adam sağlığında eşidib ki, Allah Rasulü deyib ki, sən cənnət əhlisin. Sən hələ belə gəlməsin, nə bu? Sən hələ belə gəlməsin. Bu əzəmətli bir mükafatlı və əzəmətli bir müjdədir. Deyirlər, ey Abu Zar, sənə qarşı, yəni sən Allah Rasulunun sahabəsisən, sən cənnət əhlisin, sənə qarşı xatalar eləyiblər. Hakim tərəfdə. İstəyirsən bir bayraq düzəlt, yəni ayrılaq, biz ayrı olaq. Bayraq düzəlt, sənin ətrafında istədiyin qədər kişilər yığaq. Abu Zar radiyallahu anh bu ki, məhləm, biraz yavaş ol, biraz yavaş ol. Yəni. Ya buna bura danışıqdır. Məhləm. Demədi, düz deyirsiniz. Dedi, məhləm. Bu nədir? Çünki Peyğəmbər tərbiyəsi görmüşdü sallallahu aleyhi və səlləm. Öz nəfsi üçün intiqam almırdı. Demirdi, düz deyirsən, düz danışırsın. Dedi, məhləm. Ya əhləl-İslam, ey İslam əhli, yavaş olun. Tələsməyin. فَإِنِّي سَمِعْتُ رَسُولَ اللّٰهِ sallallahu aleyhi və səlləm yəqul. Mən Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyir, eşitdim. Burada diyanaq keçməyək. Nə deməkdir burada? Nə gəlir insana? Aydın olur ki, insanın hissini istədiyi başqa, Rasulullahın istədiyi başqa. Deyir, ey Abu Zar, sənə qarşı edilənlərdən xəbərdarıq. Bir bayraq düzəldi, ətrafında yığışaq, nə qədər istəyirsən kişi gətirək, deyir, dur, Allah Rasulü belə deyib. Nə deyir? Allah Rasulunun kəlamı özünə qarşı olunanlardan üstündür. Ona görə, dur, sənə Allah Rasulundan deyəcəm. Belə olanda nə eləmək lazımdır? Adil hakim deyil, qardaşlar, zalim hakimdir kimdir. Və ümid olunur ki, həccacdır. Hansı ki, sahabə öldürürdü, radiyallahu anh. Buyurur ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə eşitdim, Abu Zar deyir. Bu gələn var İraq əhli. Bu Abu Zarı görüb sevinənlərdəndir. Abu Zar Peyğəmbər görüb sallallahu aleyhi və səlləm. O məktəbi keçib. Ta Məkkə dövründən iman etmiş kişidir Abu Zar. Gıfar qəbiləsindən. Gəldi, iman etdi, imanın izhar etdi, döydülər, getdi. Bilirsiniz də Abu Zar radiyallahu anh gəldi, Peyğəmbər sallallahu aleyhi və səlləm yanına iman etdi, çıxdı Kəbənin yanında, əşhədu ən la ilahə illallah, əşhədu Muhammed Rasulullah. Döydülər. Buraxdılar, yenə dedi, döydülər. Buraxdılar, yenə dedi, Əli radiyallahu anh gəldi. Dedi ki, bu Gıfar qəbiləsindəndir. Bizim karvanlarımız oradan keçir. Gedər deyər orada, buraxmazlar, döyməyin. Qoy geçsin. O da durur, deyir ki, dünyaya görə ilahlarımıza küfr elədim, mən heç demədi. Yəni, karvana görə heç də demədi. Gördük ki, həqiqətən də batildir bunların yolu. La ilahe illallah Muhammed Rasulullah deyənə qədər gözləyir. Deyə getdi. Abu Zar radiyallahu anh, sahabi, hələ belə sahabi deyildi. Ey Abu Zar, sən tək yaşadın, tək iman etdin, tək yaşadın, tək öləcəksən. Tək də ölür radiyallahu anh. Cənazəvi xeyirli kişilər qalacaq. Və cənazəsinin sahabələrdən ibarət bir toplum səhrada qalır. Yoldaşı ilə ikisi heç kimdə yox. Heç kimdə yox. Allah subhanahu onlara o xeyri, o gözəlliyi müvəffəq eləmişdi sahabələrə. O sahabədir radiyallahu anh, Abu Zar. Deyir, mən Peyğəmbərdən eşitdim. Seyəkunu bə'di sultanun fəizzuh. Məndən sonra sultanlar olacaq. Onları alçaltmayın, onları ucaldın. Yaxşı şey danışın. Fəmən iltəməsə zillətən kim onlarda və deyir ki, kim onların ayaq sürüşməsini, zillətini axtarsa thəğrətən fil İslam. İslamda belə pis bir deşik açmış olar, bir dəlik açmış olar İslamda. Və buyurur ki, Peyğəmbər s.ə.v وَلَمْ يُقْبَلْ مِنْهُ تَوْبَةً ondan tövbə qəbul olunmaz, yəni o şeyi eləyən, ona qarşı gələn hakimə. Ona qarşı gələndən tövbə qəbul olunmaz, həttə yu'idəhə kəmə kənə. Hətta o dəliyi əvvəl necə idi, elə olana qədər, düzəltməyənə qədər. Bunu düzəltmək mümkün deyil. Birisi də bir yerine dəli açıldı, mümkün deyil. Gələk, yamaq olasan, yamaq da bilinir. Deyir, mən Peyğəmbər s.ə.v eşitdim. Yəni, mən o dəli yasanlardan eləməməliyim. Peyğəmbər s.ə.v deyir ki, sultan, məndən sonra görəcəksiniz, sultanlar olacaq. Onları izzətləndirin. Onlara yaxşı sözlər deyil. Fəmən iltəməsə zilləhu, kim onun
alçaqlığını axtararsa, alçatmaq istəyərsə, səğirə səğrətən fil İslam. İslamda bir deşik açmış olar. Allah ondan tövbəsini qəbul etməz. Hətta o dəliyi əvvəlki kimi etmədikcə. Hədis İmam Əhməd Rahiməhullah özü müsnəddə rivayət edib. Həmçinin İbn Əbi Asim Sünənində Şeyx Albani deyib səhih hədis. Şeyx Albani deyib səhih hədis. Birdən deyərsən, Şeyx Albani, yoxsa get sən araşdır, gətir hədisi gör, səhih yoxsa yox. Var elə adamlar deyir Şeyx Albani qəbul edir. Yoxsa götürsən, İmam Əhmədin Müsnədində deyir. İbn Əbi Asimdə Sünənində rivayət edir. Get bəhs elə bu hədisi, araşdır, gəl. Gör, şeyx düzdür yoxsa. Hədis səhihdir yoxsa. Və hədislər göstərir ki, təyin eləmək hakimə haramdır. Haram. Yəni, İslam şəriətində haramdır. Əksinə, gəlib ki, şəriətdə uzatmaq. Demirəm, yalandan danış, təriflə. Yalandan. Nə var onu danış. Qaldı ki, xətaları özü və Rəbb arasındadır. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, ucaldın. Yaxşı şey danışın onlardan. Kim İslam onların alçaqlığına, yəni onları əzmək, onları alçatmağı axtararsa, İslamda bir dəli yazmış olur. Hansı ki, o dəli düzəlməyənə qədər, o da düzəlmir, qardaşlar. Düzəlməyənə qədər ondan tövbə qəbul olmayacaq. Allah.